Peyğəmbər buyurur ki, Quranda bir ayə var. İnsanlar o bir ayəyə əməl etsələr onlara bəsdir. Bir ayəyə əməl etsələr onlara bəsdir. O hansı ayədir? Talaq surəsinin 2-ci ayəsidir. Mən sizə bunu keçmişdə demişəm, bir də mümkünsə bunu yadınızda saxlayın. Bunun özüm xeyrini görmüşəm, böyük insanlar da bunun xeyrini görüb. Ariflərdən biridir ki, nəyi qazanmışamsa bu əmələ görə qazanmışam. Bunu bacarsaz əgər, kim bacarırsa eləsin bunu. Namazı bitirəndən sonra, gündəlik namazların hamısını, hər birinə aiddir. Bitirəndən sonra 3 dəfə İxlas surəsi deyin, Qul Huvallah surəsini 3 dəfə deyin, 3 dəfə salavat deyin və Talaq surəsinin bu 2-ci ayəsini oxuyun. 3 dənə İxlas, 3 salavat, sonra bu ayə. وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ إِنَّ اللّٰهَ بَالِغُ أَمْرِهِ قَدْ جَعَلَ اللّٰهُ لِكُلِّ شَيْءٍ قَدْرًا.